Herkesin her vaxtı xeyir dostlar. Almanya Köln Leverkusen'dən hamını salamlayıram. Qəşəng qarıyır. Yaxtamız zat. Bu mənim yeni maşınımdır. 2024 model. Dadım biraz hava zad yıksın. Havasını yıksın, taxografda da olsun, 15 dəqiqə yerində işləməlidir. Tərpənəcək. Bu bizim 3 dingilli pritsepimizdir. Amazon'un əksər maşınlarında, yəni əksər pritseplərində 2 dingil olur. Bu 3 dingildir. İç nömrəsini görməmişəm. Çox güman İspan nömrədir. İspan nömrə. Bu qapılar roledir. Belə bulumludur da indi burada. Bunu belə açırsan, belə çəkirsən, qaldırırsan yuxarı. Çiçək kimi pritsepdir. Bundan Azərbaycanda nə işləyəsən Rusa? Bura bir dənə paleti yığdırırsan. Bu da mənim yeni canavarım. Necədir? Mənzərə özüdürmü? Sağa yavaş-yavaş tərpənək. Görək taxografda oldu mu? Vay, bu nədir? Ayaqqabını çıxada bilmirik. Pərdələri yığım, tərpənək. Girək Amazon proqramına, navigatora. Bu ünvanı yazın. Buradan kopyalayayım. Buradan navigatörü açım, yapıştırın bura. Aha, düştü. Sen. Oyda, propka da var. Bir saatlik yoldu. Unfälle in einem Kilometer auf der A3 führen zu einer Verzögerung von 9 Minuten. Du bist auf dem schnellsten Weg. Ankunft 14:55 Uhr. Neyse. Terpendik. Yachtaya bak. Nach 150 Metern auf A3 fahren. Zilim çəkir maşını. Şirirsiniz. Boş maşında qalxa bilmir. Mostu qoşuruq. Arkada maşın var, görək yuxarıdan çıxır. Keçsə biz arkaya verək. Çıxa bilmədik. Biraz razqom yığaq elə gələk. Burada da daşlar var, üstün qar tutub görmürəm. Buna baxın.
Deyəsən dostlar batdıq. Deyəsən yox, 100% batmışıq. Mən gərək biraz bərk tərpənim buradan. Girim hələ yerimə. Richtung A3 starten. Nach 150 Metern auf A3. Kanala təzə gələnlər, kanala abunə olub videonu like eləməyi unutmayın. Gedəcəksən, özü yırtsan gedəcəksən, yırtmasan da. Auf A3 fahren. Vay, getmir. Richtung A3 starten. Nach 150 Metern auf A3 fahren. Sağdan maşın gəlir. Biraz mən verim bu tərəfə. Richtung A3 starten. Biraz sürət yığmağa yer axtarıram ki, azqam yığım o təpəni çıxım. Amma balaca maşınlar çıxa bilmir, qaldı ki mən. Özdə maşında da quruz yoxdur, şey yoxdur, yük yoxdur. O şimdi yüngüldür. Mən yaxşısı soldan çıxıram. Bu tərəf elə bir çox dikdir. Biraz pirçepi düşürdəcəm aşağı ki, yəni burasını götün düşürdürəm maşının aşağı ki, ağırlıq düşsün şeyə, nə deyirlər ona? Mosta. Arxa-arxaya yedim ki, göyə çıxım buradan, qaldım burada. Bura belə qəribədir. Baxın o pirçep maşının arxası dayanan yer var ha. Ora belə elə bil ki, kanal kimidir də. Bura da hündürdür. O biri tərəfdə hündürdür. Bura çökəkdir. Baxın, bura çökəkdir. Ona görə bura axır gedir. Ona arxaya verirəm, çıxa bilmir ora. Nə də qabağa verirəm, burada bardurdur ki, otluğa, kolluğa girirəm. Nə də çıxa bilmirəm. Yolda da probka var ki, bayaq orada maşın batdı, qaldı. 2 dənə maşın da arxasında, bir dənə balaca maşın, bir dənə də şey, sisterna. Korоче, 3 dənə maşın batdılar, qaldılar. Mən çıxa bilmədim. Nə qədər elədim, çıxa bilmədim. Mənim maşınımda yük yoxdur deyə, bomboşdur. Blomu vurublar ki, yükləməyə gedirəm. Korоче, polisi çağırdım. Polis indi gələcək, kömək eləyəcək, çıxacaq. Başqa yol yoxdur. Polis gəldi. Deyir, gözlə burada, mən sənə kömək gətirəcəm. Korоче, gedirlər.
işi qayçılanır. Bura dikdi. Görürsünüz, bura çıxırdı. Buradan su gəlib axmaq üçün. Bura tam ortada çıxırdı. Orada dikdi. Burada dikdi. Polisimiz gedir. Enerve. Belə. Gedək görək. Keçsədən görək nə kömək çağıracaqlar. Baxın, bura hündürdür. Bax, belə görünür. Maşın orası aşağıdadır. Belə. Heç nə də deyir, otur gözlə maşında, sənə kömək gətirəcək. Dedim, yaxşı. Çox sağ ol. Gözləyirəm sizi. Deməli, polis gəldi. Polis gəldi. Baxır ki, belə qayçılanıb düz yol ortasında qalmışam da. Deyir, sənə kömək gətirəcəyik, deyir. Sən otur burada, sən maşında otur, pauza elə gözlə, gəlirik də. Dedim, nə qədər vaxta gələcəksiniz? Deyir, yarım saat, nə bilim, 25 dəqiqə, yarım saat belə dedi. Dedim, yaxşı, gözləyirəm də. Bunlar da qoy işləsinlər də. Bayaqlar səsim gəlmirdi mikrofondan, bilmədim niyə. O qədər şey elədim, videoza çəkdim, səsim qırıldı. Baxın görün, mən haqlıyam, haqsızam, yerə baxın sən canım. Bunu təmizləməlidirlər, nə bilim, bura şey vurmalıdırlar. Bunu qarı təmizləyib üstündən duz vurmalıdırlar ki, asfalta otursun, asfalt görünsün. Təkər asfalt üzü görmür axı, elə bu qalıb qarın üstündə, buzun üstündə elə yalandan fırlanır. Heç nə də oturaq gözləyək də. Normalda belə şeylər, vaxtlar adam stresə düşür, yəni biraz nətər deyim. Yaxtamız batdı. Tərpəndi yerindən batır. Ağırdır deyə gedir ha. Getdi tərpəndi. Adam belə vaxtlar stresə düşür ki, bilmir, bir video vaxtıda da gərək şey deyib, valla maşını çıxardım. Amma orada videoya başlamışam deyə, orada bayaq video çəkdim. Getməlidir bu. Belə aksiyonlu, adrenalinli videolar üçün kanala abunə olub video like eləməyi unutmayın ki, belə videolarım daha çox qarşınıza çıxsın. Belə. Rusda dizə qədər şeyə girirdik, nə idi onun adı? Rusda dizə qədər qara girirdik, çıxırdıq oradan. Bura bir damcı 15 santı qar yağıb, aləm deyib bir-birinə. Hələ 0 dərəcə də, buna baxın, 0 dərəcə şeydir. Heç soyuq yoxdur. Maraqlıdır. Heç də oturaq polisimizi gözləyək. Onlar da boş-bekardılar ki, bizə xalqımız yıxsın. Xidmət edəyək. Gözləyək də görək, bunlar da bir şey yarasınlar. Getdilər çəkici çağırmağa. Çəkici çağıracaqlar, neyəcəklər. Bəlkə də qar çürüyən maşını zətcə gətirəcəklər. Çağırsınlar da görək nətər kömək edib. Oturub kənarda baxıb bunlar ki, nətər çıxardacaqlar. Mənim gözümə inansız oradır. Tutaq ki, məni yaxşı burada bu qayçılanmanı düzəltdilər, mən düz qaldım burada. Mən gərək burada oturum gözləyim ki, bu yolu haçan təmizləyəcəklər, mən onda çıxacam burada. Gələn gedən orada zimekaliyə qalır. Bir dənə sisterna batıb qalmışdı orada, getdi dəydi dəmirə. Onun da arxasında 2 dənə maşın. Bir dənə balaca maşın. O balaca maşın az qalmışdı, o da çıxdı. Sisterna da dəydi şeyə, nə idi onun adı? O yolun qırağındakı bardura da. Barduru görürsünüz furan qabağında. Qarşı o bardurun orada qutarır, yolun tərəfində başlayır. Orada o getdi ona sürtdü, dayandı. Elə bir bardur qoymadı da, o daha da axsın aşağı. Elə dayandı. Nətərsə çıxdı. Mən burada öz dərdimlə əlləşəndə bir də baxdım, gördüm ki, yoxdur orada, gedib. Canavar. Mənim maşınım çox yüngüldür, dəhşət yüngüldür. Onu görəm çıxa bilmirəm. Yəni problem yüngüllüydür. Ağır yüklü maşın, bu olaydı bunun belində 15-20 ton, 22 ton. Görün, nətər çıxıram burada. Hələ mən kuzanı, buranı, maşın arxasını götünü endirmişəm aşağı ki, yük ora minsin.
çıxa bilim. Korоче, təzə maşınla, təzə adrenalin siftə elədik də. Belə monitorda zatdı. Monitorda zatda baxmayın, bu robotdur bu. Elə ayaqqabı qazdan çəkirsən, hələ zimək qalır. Tormuza basırsan 1 saniyə sonra şey deyir, ağlına gəlir ki, tormuza bastırır. Çox belə qəribə bir şeydir. Heyf deyil o köhnə maşınlara. Heyf deyil köhnə Actrosda. Köhnə Actrosla ayaqqabı qaza basırsan, naxada onu hiss eləyir. Buna basırsan 3-4 saniyədən sonra ay öyle, hə qaza bastın sən, qaqaş, gedək. Qarıç etsən də oturaq gözləyək, görək nətər gəlirlər, necə gəlirlər də, necə bizi dartıb çıxadacaqlar burada. Hamısını bir sizə çəkib göstərməliyəm. Başqa yolu yoxdur. Deməli üstündən bir saatdan çox keçib hələ gəlib çıxmayıblar, gözləyirəm. Hava da qaralır. Qalacam buralarda. Belə baxıram ki, heç çıxa bilməyəcəm. Şaxta dolur, gecədir. Belə. Bilsəydim o cərgədə saxlayardım. Ora yenə belə şey yoxdur. Çıxır görürsünüz oraya. Bu nə çıxırdı ola? Bura vəbşin betərdir. Buna baxın. Rus'a yarım metr qar yağırdı. Rus'ta yarım metrin qarın içindən çıxırdıq. Bura 15-20 santim qar yağıb. Aləm deyib bir-birinə. Təmizləmirlər deyə adamı yandıran odur. Təmizləmirlər. Niyə? Bax buranı kürəməlidirlər. Burada üstünə duz tökməlidirlər ki, bu çıxsın asfalta da. Maşının təkəri asfalta dəymir hələ. Buzun üstündə yalandan fırlanır. Baxın, o tərəfdə maşınlar doludur, parking. Bu tərəf bomboşdur. Hamı görür, ilişib qalmışam, gəlmirlər bura. Heç nə də, oturaq gözləyək də. Görək bunlar haçan gələcəklər. Almanya onsuz da belədir də, relax. Gözləməliyik. Gecə oldu, qar təmizləyən maşın gəldi. Qarı təmizləyir. Amma bizimlə polislər buradadır. Nə də dartıb çıxarda bilən. Qaldıq ha burada. Tərpətdikcə qaytılanır. Təhlükəlidir. Məcbur burada gözləyəcəm. Haçan gələrlər. Onda da eləyərəm. Bu videoda qarda necə qalmaq olar azlı videodur. Konkret batdım qaldım burada. Buna bax. Buna bax. Qarın üstündən duzu tökürək. Qarın üstündən duz tök. Bunu bir kürü sonra şeylə də. Hə dostlarım, bugün çıxa bilmədim, qaldım burada. Polislər də inanmıram, indən sonra gəlsinlər. Belə averiniləri da vurmuşam, gözləyirəm. Duz maşını gəldi. Mənim belə ətrafımdan yol çəkdi o tərəfə. Mən yolu bağlamışam axı. Belə indi heç də oturub gözləyəcəyik ki, haçan bizə köməyə gələcəklər. Yəni çox güman ki, sabah səhər özüm çıxa biləcəm. İndi hava şaxtalıdır deyə, buzludur deyə, ona görə çıxa bilmirəm. Sabah bir çarə tapacam. Bunlardan bir şey, polislərdən bir xəbər çıxmasa, polislər gəlib çıxmadı. Mənə dedilər, gözlə, gələcəyik. Yəqin bəlkə gecə yarısı zat gələrlər. İndi qar yağıb da hər yerə, biraz vəziyyət yaxşı deyil. Başa düşürəm.
Görək də heç nədən. Biz də oturaq gözləyək. Görək Hasan gələcəklər. Bu videoda belə bitdi. Sabah qaldığımız yerdən davam edəcəyik.